3-ü tarixində doğulanlar 3, 12, 21, 30 var 3 sayılır. 12'lərdə 3'dür, 1, 2, 3. 21'lərdə 3'dür, 30'larda. Amma bunların içində tək 3 olanlar çox tülkülər olur. Çox, yəni şeytanı anladıb gələnlər. Bax belə. Ümumiyyətcə, bu numerologiyada 3 tarixləri bunlar quruların müəllimi sayılır, şeytanların müəllimi sayılır. Yəni şeytanı belə anlada bilər 3 tarixləri. İstəyir pozitiv mənada olsun, istəyir negativ. Yəni bu belədir. 3'lər üçün nə çıxır? Soyuqqanlısınız. Bəli, 3'lər soyuqqanlı olur. Təkcə özünü düşünürlər. Soyuqqanlılıq geri etməyəsiniz. 3, 6 eləyir 9. Siz nəyisə götürmək üçün захватываете, nəyisə əldə eləmək üçün, nəyisə qamarlamaq üçün, götürmək üçün geri hithrost, tülkülü eləməyəsiniz, vicdi eləməyəsiniz. Normal şəkildə bir ki, mənə bu lazımdır, filandır, nədir, nə deyil, götürürsən. Amma mən bunu anladım, hiyyə ilə götürüm, mənfi olacaq, negativ olacaq. Çünki unutmayın, Saturn 3 illik gəlib. Nəsə negativ bir işlər görürsünüz, o sizin tam öz üstünüzə düşəcək. Ayın 12'si doğulanlar, 12'si də 3'dür. Ümumiyyətcə və ayrı-ayrılıqda hesablayanda 8 və 7. Burada belə bir şey çıxır ki, yəni nəyisə mübarizəsi olacaq 12'lər üçün. Amma bu mübarizəni aldadaraq, yəni ay bunun ayağından vurum, yıxılsın, mən düşüm qabağa tez gedim, ya bunu itəliyim, mən keçinməmə gerək belə eləməyəsiniz. Çünki eləsəz də özünüz zərər görəcəksiniz. 21 tarixləri, 21'lərdə karma var, 12'sində də karma var, amma məsələn üçün orada 3 sayılır deyə, tarixin əvvəli deyə, o qədər də böyük karma yaşamır, amma 21 tarixlərin böyük karma yaşayır. Ola bilər, ayrılıq yaşayarsınız, ola bilər, kimləsə savaşarsınız, ya kavganız çıxar, tartışmanız, bir neçə günlük, bir neçə saat, kimləsə küs qalarsınız, bunun depressiyasına geri düşməyəsiniz və ümumiyyətcə gərək krizisə düşməyəsiniz. Bir də maddiyat, çoxlu gərək lazımsız yerə pul xərcləməyəsiniz. Və 30 tarixləri, 30 tarixində burada pul olacaq, xərc olacaq, keyif olacaq. Çünki 3, 6, 9, burada 6'lar, 9'lar var. Amma qazancdan çox keyfə xərcləyəcəksiniz. Qazanc çox olacaq, amma keyfə çox xərcləyəcəksiniz 30'lar.